Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about asking direction from local person. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Also, I want to mention that you can support our channel or you can become a channel member if you want. So let's get started. First of all, I want to be tourist and then I will be local and I will explain how to express our, feelings or words. So, salam, üzr istəyirəm. Mən İçəri şəhər metrosuna necə gedə bilərəm? Salam, üzr istəyirəm. Mən İçəri şəhər metrosuna necə gedə bilərəm? Salam, üzr istəyirəm. Mən İçəri şəhər metrosuna necə gedə bilərəm? Which means, hello, excuse me, how can I get to İçəri şəhər metro? Hello, excuse me, how can I get to İçəri şəhər metro? Yəni, salam, üzr istəyirəm. Mən İçəri şəhər metrosuna necə gedə bilərəm? So, local will answer like that, probably. Buradan düz gedin, sonra sağa dönün. Buradan düz gedin, sonra sağa dönün. Buradan düz gedin, sonra sağa dönün. Which means, hello, go straight from here and then turn right. Hello, go straight from here and turn right. Yəni, salam, buradan düz gedin. Salam, buradan düz gedin, sonra sağa dönün. So, tourist again asks, piyada getsəm, təxminən neçə dəqiqə olar? Piyada getsəm, təxminən neçə dəqiqə olar? Piyada getsəm, təxminən neçə dəqiqə olar? Which means, if I go on foot, how many minutes will it take? If I go on foot, how many minutes will it take? Piyada getsəm, təxminən neçə dəqiqə olar? Piyada getsəm, təxminən neçə dəqiqə olar? And local will answer. Təxminən 10 dəqiqə. Təxminən 10 dəqiqə. Təxminən 10 dəqiqə. Təxminən 10 dəqiqə. Which means about 10 minutes. About 10 minutes. Təxminən 10 dəqiqə. Bəs metro kartı haradan ala bilərəm? Bəs metro kartı haradan ala bilərəm? Bəs metro kartı haradan ala bilərəm? Which means, where can I buy a metro card? Where can I buy a metro card? Where can I buy a metro card? Bəs metro kartı haradan ala bilərəm? Metronun girişində köşk var. Oradan kart ala bilərsiniz. Metronun girişində köşk var. Oradan kart ala bilərsiniz. Metronun girişində köşk var. Oradan kart ala bilərsiniz. Which means there is a kiosk at the metro entrance. You can buy it there. There is a kiosk at the metro entrance. You can buy it there. So, oldu. Çox sağ olun. Oldu. Çox sağ olun. Which means, okay, thank you very much. Okay, thank you very much. Oldu. Çox sağ olun. And, xoşdur. Uğurlar. Xoşdur. Uğurlar. Which means, you're welcome. Good luck. You're welcome. Good luck. Xoşdur. Uğurlar. And that's all. I hope you enjoyed and learned something. So, if you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. And don't forget to like, share and subscribe for more learning tips. Sağ olun, görüşene dek. Salam,
everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about pharmacy shopping, but before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. And also, I want to mention that you can support our channel or you can become a channel member. Let's get started. So I will be customer and also I will be pharmacist, and I will explain you how to ask something, how to buy something. So, salam, mənim biraz başım ağrıyır, həm də halsızam. Nə məsləhət görərsiniz? Salam, mənim biraz başım ağrıyır, həm də halsızam. Nə məsləhət görərsiniz? Salam, mənim biraz başım ağrıyır, həm də halsızam. Nə məsləhət görərsiniz? Which means like hello, I have a little headache and I also feel sick. What do you recommend? And she or he will tell you, salam, yaxşı, onda sizə paracetamol məsləhət görürəm. Salam, yaxşı, onda mən sizə paracetamol məsləhət görürəm. Əksəriyyətə yaxşı təsir edir. Salam, yaxşı, onda mən sizə paracetamol məsləhət görürəm. Əksəriyyətə yaxşı təsir edir. Which means hi. Okay. Then I recommend you paracetamol. It works well for most people. Works well for most people. Means əksəriyyətə yaxşı təsir edir. And also, like hi. Okay. Then I recommend, paracetamol works for many or most people. Yaxşı, onda sizə paracetamol məsləhət görürəm. Əksəriyyətə yaxşı təsir edir. Qiyməti neçədir? Qiyməti neçədir? Qiyməti neçəyədir? Qiyməti neçədir? Qiyməti neçədir? Qiyməti neçədir? Qiyməti neçədir? Which means how much does it cost? How much does it cost? Or how much is it? Qiyməti neçədir? 3 manatdır. 3 manatdır. 3 manatdır. Means it's 3 manat. Mənə bir qutu verin zəhmət olmasa. I'm sorry. Mənə bir qutu verin zəhmət olmasa. Mənə bir qutu verin zəhmət olmasa. Mənə bir qutu verin zəhmət olmasa. Başqa bir sualım var. Bu dərmanı yeməkdən əvvəl yoxsa sonra içmək lazımdır? Mənə bir qutu verin zəhmət olmasa. It means please give me one box. And also başqa bir sualım var. Bu dərmanı yeməkdən əvvəl yoxsa sonra içmək lazımdır? Bu dərmanı yeməkdən əvvəl yoxsa sonra içmək lazımdır. This part means I also have another question. Should I take this medicine before or after food? I also have another question. Means başqa bir sualım var. Should I take this medicine before or after food? Bu dərmanı yeməkdən əvvəl yoxsa sonra içmək lazımdır. And full sentence. Mənə bir qutu verin zəhmət olmasa. Başqa bir sualım var. Bu dərmanı yeməkdən əvvəl yoxsa sonra içmək lazımdır? Please give me one box. I also have another question. Should I take this medicine before or after food? Ən yaxşısı yeməkdən sonra içməkdir. Ən yaxşısı yeməkdən sonra içməkdir. Ən yaxşısı yeməkdən sonra içməkdir. Means it's best to take it after food. It's best to take this after food. Ən yaxşısı yeməkdən sonra içmək lazımdır. Oldu. Çox sağ olun. Okay, thank you so much. Thank you very much. Okay, thank you very much. Oldu. Çox sağ olun. And sağ olun. Keçmiş olsun.
Sağ olun, geçmiş olsun. Which means you're welcome, get well soon. Get well soon means geçmiş olsun. Get well soon, geçmiş olsun. Sağ olun, geçmiş olsun. You're welcome, get well soon. Okay, that's all. I hope you enjoyed. If you're interested in personalized language instruction, please check out the first link in the description. Go to apply and see our listening paragraph. Sağ olun, görüşene dek, and also don't forget to like, share, and subscribe for more learning. Sağ olun, görüşene dek.